Salam, bugün sizinlə Təbiət 5-ci sinif 1-ci hissə kitabından mövzu üçün izahına baxacağıq. Mövzumuzun adı yediyimiz qidalar hansı proseslərdən keçir başlığıdır. Biz bu mövzuda bizim gün ərzində qəbul etdiyimiz qidaların hansı proseslərə məruz qaldığını və həzm sistemi orqanlarımızı öyrənəcəyik. Deməli, biz günün müxtəlif saatlarında müxtəlif tipli, yəni qidalar qəbul edirik. Bu qidalar bizim böyüməyimiz üçün, inkişaf etməyimiz üçün, həmçinin gün ərzində enerjimizin olması üçün bizə vacibdir ki, biz qidalanaq. Və təbii ki, yediyimiz qidadan asılı olaraq onun bizə zərəri də ola bilər, yəni faydası da ola bilər. Çalışmalıyıq ki, daha çox faydalı qidalardan qidalanaq. Məsələn, zülal tərkibli, vitamin tərkibli qidalardan qidalansaq bizə daha çox faydası olar. Nəinki daha çox karbohidratlı, şəkər tərkibli qidalardan qidalansaq. Təbii ki, şəkər də lazımdır bizə, karbohidrat da lazımdır, çünki onlar da bizə enerji verir. Amma bunları həddən artıq yemək təbii ki, orqanizmdə zərərli proseslərin də baş verməsini gətirib çıxarır. Bunun əvəzinə daha çox zülal tərkibli, amin turşu tərkibli qidalardan qidalansaq daha faydalı olar. İndi gəlin yediyimiz qidalar hansı proseslərdən keçir, onu danışaq. Deməli, biz qidanı ağız boşluğu vasitəsilə qəbul edirik ki, hansı ki, bu boşluqdur. Ağız boşluğunda həzmin ilk prosesi başlayır. Ağız boşluğunda hansı orqanlarımız yerləşir? Dişlərimiz yerləşir, dilimiz yerləşir və s. Deməli, dişlər dedik. Dişlər vasitəsilə qida xırdalanır, daha kiçik hissələrə parçalanır və eyni zamanda ağız şirəsi, yəni ağızda olan müxtəlif fermentlər, şirələr vasitəsilə həmin qida isladılır və dişlərimiz vasitəsilə xırdalanmağına kömək edir. İndi isə gələk dilimizə. Dil də həmçinin qidanın çevrilməsində və udulmasında, yəni xidmət edir. Qida borusuna doğru itələyir qidanı. İndi gələk qida borusuna. Qida borusu ağız boşluğu ilə mədənin arasında yerləşən həmin o orqandır ki, onun əzələləri yığılıb boşalaraq qidanı ağız boşluğundan mədəyə doğru hərəkət etdirir ki, qida parçaları mədəyə düşsün. Mədə isə həmin bu şəkildə göstərilən bu orqandır ki, mədəmizin divarında bir çox əzələlər olur, həzm şirələri ifraz edən fermentlər olur və eyni zamanda o da yığılıb boşalaraq qidanın qarışmasında, onun yenə də müəyyən qədər həzm olunmasına xidmət edir. Və burada artıq qida qarışdıqdan sonra deyir ki, qida təxminən 4-6 saat mədədə qala bilir və daha sonra burada qarışan qida ötürülür nazik bağırsağa. Nazik bağırsaq həmin bax burada göstərdiyim orqandır ki, nazik bağırsaqda müəyyən qədər həzm olunmuş qida horrası mədəaltı vəzni və qaraciyərin ifraz etdiyi şirə ilə daha da qarışır və burada həzm olunmuş qida qalıqları hansı ki, orqanizm üçün faydalı olan vitaminlərdir, amin turşulardır və s. Bunlar qana sorulur və daha sonra nazik bağırsaqda qalan artıq lazımsız artıq qida qalıqları ötürülür yoğun bağırsağa. Yoğun bağırsaq bu şəkildə göstərdiyim tam bu orqandır. Bu son hissəsinə qədər təbii ki, baxın burada da yenidən göstərirəm, bura qədər həmin bu orqandır ki, bu yoğun bağırsaq adlanır. Yoğun bağırsaqda artıq həzm prosesi, yəni başa çatır. Artıq orada qida qalıqları deməli qalır. Yəni sorulma prosesi də başa çatır, həzm olma prosesi tamamilə burada bitir. Və daha sonra artıq qalan qida qalıqları anusa doğru itələnir ki, həmin bu orqan anus adlanır. Anus vasitəsilə də həzm olunmamış, artıq lazımsız olan qida qalıqları xaric olunur. Və biz beləliklə həzm sistemi orqanlarımızla tanış olduq. Bizim üçün vacib bir sistemdir ki, bizim böyüməyimizdə, yenə də inkişaf etməyimizdə bizə kömək edir. Daha çox məsləhət bilərəm ki, zülal tərkibli qidalardan, məsələn, toyuq əti olsun, mal əti olsun, ətdə zülal nisbətən çox olur, yumurtada çox olur. Bunlarla qidalansaq daha faydalı olar. Bir də ki, paxlalı bitkilərdə də zülal çox olur. Noxuddur, lobyadır, paxladır, mərcidir, soyadır. Bunlarda da təbii ki, zülal maddələri çox olur. Bunlardan da istifadə etsək, bədənimizdə zülallar olar. Çünki bədənimizin qurulmasının əsas hissəsi zülallardan başlanır. Yəni tərkibində nə qədər zülal, amin turşu çox olan qida yesək, orqanizmimiz o qədər sağlam olar. Təbii ki, yeni dediyim kimi yağlar da qəbul etməliyik.
karbohidrat da qəbul etməliyik. Çünki 1 qram yağ parçalananda 38,9 kilojoule enerji verir. 1 qram karbohidrat parçalananda 17,6 kilojoule enerji verir. Eyni zamanda 1 qram zülal da parçalananda 17,6 kilojoule enerji verir. Bizim enerji almağımız üçün biz bu qidalardan daim istifadə etməliyik. Həmçinin vitaminlər də orqanizmimizin qurulmasına iştirak edən əsas maddələrdir. Bugünkü izahımız bu qədərdir. Növbəti video izahlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.